Salam dəyərli dostlar, xoş gördük hər birinizi. Bu gün də bir məsələ ilə sizin qarşınızdayam. Məsələ nədən ibarətdir? Deməli, məsələ ondan ibarətdir ki, bu gün mən Qaradağ rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin binasında oldum. Məsələ nədən ibarətdir? Deməli, ə, rəhbərlik yeni dəyişibdir, yeni rəhbər təyin olunubdur və yenə də başlanılıb artıq Mənzil Kommunal Təsərrüfat Birliyində JEK-in işçiləri deməli, ixtisar olunmağa, işlərinə xitam verilməyə, heç bir əsas olmadan, heç bir xəbərdarlıq göstərilmədən, heç bir sənədi ərizəsi alınmadan, işçilərin xəbəri olmadan işdən uzaqlaşdırırlar. Bu məsələ ilə bağlı da mən deməli, dünən aidiyyatı üzrə səlahiyyətli nümayəndələrlə telefon əlaqəsi saxladım və deməli, kadrlar şöbəsində çalışan və uzun illərdir çalışan Xatirə adlı bir xanım deməli, məsələ ilə bağlı heç bir fikir bildirmək istəmədi və son sözü də oldu ki, mən bilərəm, rəhbərlik bilər. Bu da nə deməkdir? Bu da deməkdir ki, yəni biz burada hegemonluq eləyə bilərik, kimsə bizə heç nə deyə bilməz, təbii ki. Bu aydın məsələdir. Bu sözünün mənası yalnız budur. Mən artıq bu gün demək olar ki, 2 saatdır buradayam. Mənzil Kommunal Təsərrüfat Birliyində Qaradağ rayonunda yerləşən və burada nə rəhbərlik var, bayaqdan da telefonla zəng eləyirəm. Telefon sönülüdür. Rəhbərlik deməli cavab vermir telefona, telefon sönülü olduğu üçün. Başqa nömrəsini də bilmirəm. Və mən içəri daxil olanda içəridə bir nəfər olsun belə səlahiyyətli nümayəndə yox idi. Olsa da belə bir-birinin üzərlərinə atdılar və məsələ nədən ibarətdir? Əmək məcəlləsində nəzərdə tutulmuş qaydalar var, qanunlar var. İşə götürən və işçi arasında deməli bağlılıq nədən ibarətdir? Yəni işçi hansı hallarda işdən çıxarıla bilər, işçinin hansı hallarda işinə xitam verilə bilər. Bu təbii ki, Əmək Məcəlləsinin 62-ci maddəsi, 68-ci maddəsi, 186-cı maddəsi, 72-ci maddəsi və s. Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydalar var və işçilərin işdən çıxarılması zamanı vətəndaşa heç bir xəbərdarlıq edilmədən, heç bir səbəb göstərmədən və xəbərsiz şəkildə işçi bir də ayılır ki, artıq o işdən çıxarılıbdır və heç nədən də xəbəri yoxdur. Dediyim kimi, artıq mən 2 saatdan çoxdur ki, buradayam. Mənzil Kommunal Təsərrüfat Birliyinin binasında səlahiyyətli şəxs, rəhbər şəxs yoxdur. Məsələ ilə bağlı mən əlaqə saxlamağa çalışsam da heç kimlə əlaqə saxlaya bilmədim. Yalnız və yalnız deməli dünən orada kadrlar şöbəsində uzun illər işləyən və saxtakarlıqla məşğul olan Xatirə adlı bir xanımdır. Onunla əlaqə saxladım və o da təsəvvür eləyin ki, sanki işdə deyil. Hardasa bir istirahət zonasındadır. Bax, o şəkildə danışdı və mən suallarımı vermək istəyəndə o adam, deməli, o xanım telefonu adboy verdi və danışmaq istəmədi. Bununla bağlı, deməli, o götürüb, deməli, Qızıldaş qəsəbəsində yerləşən 126 saylı, deməli, JEK-in bir xanım, işçi xanımına zəng eləyib, səlahiyyətli xanımına zəng eləyib ki, mənim nömrəmi kim veribdi? Amma əslində onların hamısının telefon nömrəsi məndə var və bu məsələ ilə bağlı da mən öz fikirlərimi bildirməyə çalışdım. Məsələ ondan ibarətdir ki, bu gün dediyim kimi hal-hazırda deməli Mənzil Kommunal Təsərrüfat Birliyinin binasında heç bir rəhbər şəxs yoxdur. İşçiləri də kütləvi şəkildə qeyri-qanuni işdən uzaqlaşdırılması ilə bağlı heç kimdən bir cavab ala bilmədik və dediyim kimi yenə də zəng eləyirəm, cavab verilmir və mən məsələ ilə bağlı baş prokurorluğa müraciət elədim və sağ olsun baş prokurorluq ki, operativ şəkildə cavab verildi, məlumatlar istənildi və mən də lazımi məlumatları göndərdim ki, vətəndaş bu şəkildə qeyri-qanuni şəkildə Mənzil Kommunal Təsərrüfat Birliyində uzun illər fəaliyyət göstərən Xatirə adlı şəxsin öz maraqlarına uyğun şəkildə işçilərin işdən kənarlaşdırılması və heç bir məlumat verilməməsi təbii ki, qanuna ziddir. Bu məsələ ilə bağlı təbii ki, mənim çıxışlarım davam eləyəcək. Mən çalışacağam ki, rəhbərliklə, yeni gəlmiş rəhbərliklə, Emin müəllimlə əlaqə saxlayım. Bu məsələ ilə bağlı bir aydınlıq versin, görək ki, hansı dövlətin qanunlarını bu Azərbaycanda bunlar həyata keçirməyə çalışırlar və qeyd edirəm ki, Azərbaycan qalib ölkədir. Azərbaycan xalqının kökü var. Azərbaycan xalqının mərd xalqdır. Azərbaycan xalqı
sözünü deyən xalqdır, heç vaxt düşmən qarşısından qaçmayıb və istənilən vaxtda Azərbaycanı, Azərbaycan torpaqlarını, vətənimizi düşmənin tapdağından azad eləməyə hazırdır. Məsələ burasındadır ki, bu gün qalib dövlətin xalqını bax bu vəziyyətdə cənab prezidentin göstərişinə baxmayaraq, hansı ki cənab prezidentin göstərişi var ki, işçilər işlə təmin olunsun, amma aşağıda əyləşən bax bu kimi adamlar öz maraqlarına xidmət edərək işçiləri işdən uzaqlaşdırırlar, heç bir məlumat vermirlər, əmək məcəlləsini ümumiyyətlə göz önünə gətirmirlər və vətəndaşların konstitusion hüquqlarını pozmağa davam edirlər. Dediyim kimi, bu videonu bəyənin, paylaşın və bu videonun dalı gələcək. Bu məsələ şəxsən mənim nəzarətimdədir. Mən bu məsələnin sonuna qədər gedəcəm. Baxaq görək işçilərin işdən uzaqlaşdırılması hansı əsaslandır, hansı qanunlandır, nəyə əsaslanır və maraqlar nədən ibarətdir və onu da qeyd edeyim ki, uzun müddətdir ki, bunlar haqqında daha çox ətraflı şikayətlər var. Gələn videolarımızda mən bunu çalışacağam ki, sizlərə açıqlayım və bununla yanaşı dövlətin aidiyyatı qurumlarına da birbaşa müraciət olunacaq. Sağ olun, təşəkkür edirəm. Videonu da bəyənib paylaşmağı unutmayın.